27 oktyabr 2019-cu il Suriya səmasının sakit qaranlığında 8 Amerika vertolyotu Barişaya doğru uçur. Onların göyərtisində Elit Delta Force bölməsi və ABŞ ordusunun 75-ci alayının rencerləri var idi. Seçilmişlər gizli bir missiya üçün. Bu gecənin məqsədi dünyanın ən çox axtarılan terrorçusu, IŞİD lideri Əbu Bəkir Əl-Bağdadini ələ keçirmək idi. Amma o heç nə şübhələnmir. Bağdadi arvadı və uşaqlarının yanında yatır və elə bu zaman ilk zərbə gəlir. Hellfire raketləri qoruma mövqelərinə, qərbdə və cənub-şərqdə düşür. Xüsusi təyinatlılar əməliyyata başlayır. Bu anda Bağdadi əsas binadan çıxaraq yeraltı tunelə doğru gedir. Bu onun üçün yaxşı bitməyəcək. CIA 100 milyon dollardan çox və 5 il sərf edərək bu əməliyyatı planlaşdırmışdı. Bu gecə planetin ən çox axtarılan terrorçusu əbədi olaraq yox olacaq. Əbu Bəkir Əl-Bağdadi 1971-ci ildə İraqda dindar bir ailədən anadan olub. O, Bağdad İslam Universitetində təhsil almış, İslamşünaslıq və şəriət hüququ üzrə ixtisaslaşmış və doktorluq dərəcəsi qazanmışdır. Bağdadi introvert idi və tez-tez Samara şəhərində kiçik bir məsciddə vaaz verirdi. Amma 2003-cü ildə İraq müharibəsi hər şeyi dəyişdi. O yalnız dini yolunu tərk edərək Amerika qoşunlarına qarşı silahlı müqavimət hərəkatına qoşuldu. 2004-cü ildə Fəllucə əməliyyatı zamanı Əbu Bəkir Əl-Bağdadi tutularaq Buqqa düşəkinə, İraqın cənubunda Küveyt sərhəddinə yaxın böyük Amerika həbsxanasına göndərildi. O dövrdə Buqqədə 20 mindən çox məhbus var idi. O cümlədən keçmiş ekstremistlər, döyüşçülər və Saddam Hüseynin keçmiş zabitləri. Bu düşərgədə Bağdadi öz şəbəkəsini qurmağa başladı. Daha sonra İslam dövləti kimi tanınan təşkilatın əsası qoyuldu. Bir neçə ay sonra azad olunandan sonra Bağdadi Əl-Qaidənin İraq bölməsinə qoşuldu. Beynəlxalq terror şəbəkəsinin bir hissəsi. Usama bin Laden tərəfindən qurulmuş və Əbu Musab Az-Zarqavi tərəfindən idarə olunan. Az-Zarqavinin ölümündən sonra Bağdadi sürətlə yüksəldi. Parçalanmış üsyancı qrupları birləşdirərək İraq İslam dövlətini yaratdı. 2011-ci ildə Suriya vətəndaş müharibəsi başlayanda o xaosdan istifadə edərək təsirini genişləndirdi və IŞİD-i elan etdi. Bu terror təşkilatı dəhşətli zorakılıqla məşhur idi. 2014-cü ilin iyununda Mosulda Bağdadi ilk dəfə ictimaiyyət qarşısına çıxdı. O özünü xəlifə İbrahim elan etdi və IŞİD-in ali rəhbəri oldu. Bundan sonra terrorçuların imperiyası yaranmış oldu. Demək olar ki, bir ölkə qədər böyük bir əraziyə nəzarət edirdi. Onlar öz intizami aparatını, ördüsünü, qanunları və vergilərini yaratdılar. Bağdadi rəhbərliyində IŞİD yaxın şərqdə və ondan kənarda xaos yayır, icmalara hücum edir, girovlar götürür və ideologiyasını aktivliklə təbliğ edirdi. Paris, Brüssel, İstanbul və digər şəhərlərdə baş verən partlayışlar minlərlə insanın həyatına son qoydu. Milyonları evlərini tərk etməyə məcbur etdi. IŞİD-in təbliğat gücünü görən Ağ Ev və Pentagon Əbu Bəkir Əl-Bağdadinin aradan qaldırılması barədə göstəriş verdi. Canlı tutulsa, o fanatiklər üçün simvola çevrilə bilərdi. 2016-cı ilin dekabrında ABŞ Bağdadi haqqında məlumat verənlər üçün 25 milyon dollar mükafatı elan etdi. Bu, Usama bin Laden üçün təklif olunan məbləğə bərabər idi. O vaxt Bağdadi demək olar ki, yer altında gizlənmiş və əlçatmaz idi. 2019-cu ilin mayında isə vəziyyət dəyişdi. Bağdadiyə yaxın qohum və IŞİD üzvü saxlanıldı və saxta sənədlərlə İraqda tutuldu. Onun verdiyi məlumat Bağdadinin İdlibdə, Türkiyə sərhəddinə yaxın bir yerdə ola biləcəyini göstərdi. Bu CIA diqqətini çəkdi. Çünki İdlib IŞİD-in nəzarətində deyildi. Digər üsyançıların əlinə keçmişdi. Sentyabrın ortalarına qədər kəşfiyyat Bağdadi ailəsini və mal-mülkünü Türkiyə marşrutları ilə daşıyan Əbu Məhəmməd Əl-Xalabini, sərhəd qaçaqçısı ləqəbli yaxın silahdaşı şəbəkəsini izləməyə başladı. Bağdadi bu şəbəkədən istifadə edərkən ailəsini hərəkət etdirdiyini təsadüfən yerini ortaya çıxartdı. Axtarış Barişa kəndi və Xalabi kompleksinə qədər daraldı. Kompleks tamamilə xarici dünyadan izolyə olunmuşdu.
14-22 oktyabr 2019-cu il arası peyki şəkilləri orada daimi fəaliyyət olduğunu göstərirdi. Uşaqlar həyətdə oynayır, bir neçə böyük it yaxında qaçır, daimi mühafizə var idi. Evdə internet və mobil əlaqə yox idi. İdeal sığınacaq. CIA müşahidə dronları ilə vəziyyəti izləyirdi. Gecə yalnız görünən qorbulanan bir mişi Bağdadi aşkar olundu. 26 oktyabr 2019-cu il saat 17:00 Amerika prezidenti Donald Trump Kyle Mueller əməliyyatını təsdiq etdi. Bu əməliyyat 2013-cü ildə İdlibdə IŞİD tərəfindən oğurlanan və 2015-ci ildə öldürülmüş Amerikan humanitar işçisi Kayla Jean Mueller'in şərəfinə adlandırılmışdı. Bir neçə saat sonra Elite Delta Force və 75-ci alayın rencerləri hərəkətə keçdi. Suriya vaxtı ilə saat 00:30-da MH-47 Chinook və MH-60 Black Hawk helikopterləri Əl-Əsad hava bazasından İraqın qərbindən uçaraq 10 illik axtarışın son mərhələsinə başladı. 8 helikopter, yəni 70 nəfərlik əskər İdlibə 1 saatdan çox uçdu. Saat 1-də hədəfə çatdılar. Helikopterlər Bağdadi sığınacağının 100 metrliyində dayanaraq enişə hazırlandı. O anda qərbdən və cənub-şərqdən atəş açıldı. Bir neçə Hayat Şam Ət-Tahrir və Tahrir Əş-Şam döyüşçüsü avtomatlarla atəş açdı. Bir qrup avtomobilin arxasında, digəri qonşu evdə gizləndi. Amerikan əskərləri dərhal cavab atəş açdı. Hellfire raketləri daxil olmaqla. Hər iki mövqe saniyələr içində neytrallaşdırıldı. Daha sonra eniş başlandı. Əskərlər helikopterlərdən 500 metr cənubda enərək əsas qapılara tərəf irəlilədi. İki mühafizə cavab atəş açdı, amma dərhal neytrallaşdırıldı. 3 dəqiqədən az müddətdə Amerika tərəfindən perimetr tam nəzarət altına götürüldü. Delta Force komandiri qadınlar və uşaqların təslim olmaları üçün xəbərdarlıq etdi. 11 nəfər, əsasən qadın və kiçik uşaqlar çıxaraq təhlükəsiz zonaya, qapıdan 100 metr məsafəyə gətirildi. Lakin Bağdadi və 2 uşaq hələ də bir neçə döyüşçü mühafizəsində qalmışdı. Amerikan əskərləri binanı zəbt etməyə başladı. Əsas qapının mina ilə qorunma ehtimalı səbəbilə qapıdan istifadə etmədilər. Əvəzinə divarı partlatdılar, yetərincə boşluq açılsın deyə. Şturm qrupu 2 komandaya bölündü və otaqları yoxlamağa başladı. Bağdadi ailəsini və mühafizələrini son əmrlərini verib yeraltı tunelə doğru getdi. Xüsusi təyinatlılar tunelə birbaşa daxil olmadı. Robot və itlə yolu yoxladılar. Bağdadi tuneldə irəliləyərkən qarşısında torpaq divarı gördü. Artıq geri çəkiləcək yer qalmadı. Panikada 2 uşağını qucaqladı və partlayıcı giletdən istifadə etdi. Bağdadi və 2 uşağı yerində həlak oldu. Robot və it sayəsində xüsusi təyinatlılar itkisiz qaldı. Saat 1:32-də Bağdadinin qalıqları çıxarıldı. Əməliyyat uğurla tamamlandı. Saat 3-də Amerika qüvvələri Barisha kompleksindən çıxmağa başladı və saat 10-da bütün hava qrupu Suriya hava məsafəsini tərk etdi. Daha sonra Pentagon son mərhələdə kompleks və tunelləri tamamilə məhv etmək üçün MQ-9 Reaper dronlarını göndərdi. Məqsəd sübutları məhv etmək və fanatiklərin ibadət yerini itirmək idi. 27 oktyabr 2019-cu il saat 9:00-da Vaşinqtonda prezident Trump Əbu Bəkir Əl-Bağdadinin öldürüldüyünü elan etdi. Bu IŞİD dövrünün sonu və müasir tariximizin ən qaranlıq səhifələrindən birinin bağlanması demək idi.